Artıq biz sizinlə yeni mövzuya başlayırıq. Bugünkü mövzumuz kompüter şəbəkələri və onların təsnifatıdır. Yəni ilk öncə baxaq ki, kompüter şəbəkəsi nədir və bizə nə üçün lazımdır? Deməli, kompüterlər ilk icad olunan vaxtlar, yəni ilk kompüterlər bizdən əsasən nəzərdə tutulmuşdu hesablama əməliyyatlarını aparmaq üçün. Lakin daha sonralar kompüter texnologiyası inkişaf etdikcə kompüterlər müxtəlif, daha fərqli deyək də, daha fərqli informasiyalarla işləməyə də başladılar. Bu zaman bizdə artıq ortaya yeni məsələlər çıxdı. Bunlardan biri də informasiyanın ötürülməsi idi. Yəni informasiyanı bir kompüterdən digər kompüterə ötürmək, bir də ki, kompüterlər arasında əlaqə yaratmaq idi. Bununla da bağlı müxtəlif qurğular və proqram təminatları meydana çıxdı. Kompüter şəbəkəsi nədir? Diqqət, tərifdə belə bir şey var. İnformasiya mübadiləsi və resurslardan birgə istifadə məqsədi ilə rabitə kanalları vasitəsilə birləşdirilmiş kompüter və digər qurğular qrupudur. Yəni ki, bizdə kompüterləri biz rabitə kanalı ilə birləşdiririk. Məqsəd nədir? Məqsəd informasiya mübadiləsidir. Yəni bir kompüterdən digər kompüterə informasiya ötürmək. Burada qeyd olunduğu kimi informasiya mübadiləsi deyiləndə bu nəzərdə tutulur. Resurslardan birgə istifadə nədir? Məsəl üçün, resurs deyəndə hər hansı bir qurğu və yaxud da proqram nəzərdə tutula bilər. Yəni ki, ofisdə məsəl üçün 10 dənə kompüter var, bir dənə printer var. Necə istifadə olunsun? Bir yolu budur ki, bir kompüter ona qoşulur və həmin kompüterə informasiya göndərilir, çapa gedəsi bir hər hansı fayl və həmin kompüterə çap olunur. Bu vaxt itkisidir. Bir də həmin kompüterdə işləyən adama sənə göndərdim, çap elə falan təsbəkən işli yarımçıq qoysun, çap eləsin, vaxt itkisidir. Gedək ki, eyni qayda ilə kompüter həmin printerə qoşulur və sonra həmin printeri şəbəkə üzərindən paylaşır. Artıq sən də həmin şəbəkəyə qoşulursansa, həmin printeri öz printerin kimi istifadə edə bilirsən. Eyni qayda ilə proqramları da paylaşmaq olur. Şəbəkə resurslardan birgə istifadə edəndə nəzərdə tutulan budur. Aydındır? Şəbəkəni yaratmaqda əsas məqsəd informasiya mübadiləsidir. Yəni, kompüterlər daima bir-biri ilə ünsiyyətdə olurlar. İnformasiya ötürürlər, informasiya qəbul edirlər. Bəs bu necə baş verir? Yəni ki, burada hansısa bir qaydalar varmı? Bəli, var. Və bu qaydalar toplusuna bizdə protokollar deyirlər. Biz nəyə oxşuyur? Bir növ yol hərəkatı qaydaları kimi də. Məsəl üçün, təsəvvür edək ki, yol hərəkatı qaydaları yoxdur. Yollarda xaos yaradarmı? Bütün iş qalarmı? Eyni qayda. Burada da müəyyən qaydalar toplusu var. Hansı kompüter məlumat ötürə bilər, növbə kimdədir, necə ötürər, hansı üsuldan ötürər və s. kimi. Bunlar hamısı bizdə nə adlanır? Protokollar. Protokollar bizdə qaydalar toplusudur. Bu bayaqları dediyimdir. Şəbəkənin yaradılmasına məqsəd, yenə təkrar edək, informasiyanın bölüşdürülməsi, yəni informasiya ilə birlikdə iş, avadanlıqların paylaşılması, proqramların paylaşılması və bayaq demədik bunu, əməkdaşlıq mühiti. Əməkdaşlıq mühiti nədir? Məsəl üçün, hər hansı bir layihədir, tutaq ki, verilənlər bazası üzərində işdir, bir neçə nəfər işi götürüb, birlikdə işləyib doldururlar. Bu zaman həmin fail paylaşılır şəbəkə üzərindən və bir neçə adam eyni vaxtda, eyni proyektlər üzərində işləyə bilir. Yəni ki, əməkdaşlıq mühiti deyəndə bu nəzərdə tutulur. Biz şəbəkələri bir neçə cür təsnif edə bilərik. Birinci, biz onları əhatə dairəsinə görə, yəni ki, ölçüsünə görə 3 yerə bölünür. Lokal, regional, qlobal. Sonra ötürülmə mühitinə görə naqilli, naqilsizdir. Daha sonra bizdə sürətinə görə aşağı sürətli, orta sürətli, yüksək sürətli və kompüterin roluna görə taytuş və müştəri qulluqçu. Deməli, gəlin bunların bir izahına baxaq. İlk öncə bizdə gəlir əhatə dairəsinə görə. Burada ən kiçik bizdə LAN-dır, lokal area network və yaxud da lokal şəbəkə deyək. Lokal şəbəkə adətən bir binanın daxilində olur. Bəzən olur ki, 2 qonşu binanı da əhatə edə bilər. Yəni ki, lokal bir ərazidə yerləşən kompüterlər qrupunu əhatə edən şəbəkədir. Sonra bizdə gəlir regional. Regional ölçüsünə görə lokaldan böyükdür. Müəyyən bir regionu, müəyyən bir qonşu şəhərləri
əhatə edir, birləşdirir. Amma onu deyim ki, bu o qədər də çox istifadə olunan deyil. Yəni, lokal şəbəkə daha çox istifadə olunur. Və əlbəttə ki, gəlir bizdə qlobal şəbəkə. Qlobal şəbəkə bütün dünyanı əhatə edən şəbəkələrə deyilir. Yəni ki, dünyanın istənilən bir yerindən həmin şəbəkəyə çıxış varsa, bu qlobal şəbəkədir. Ən böyük qlobal şəbəkə internetdir. Yaxşı tanıdığımız internet. Başqaları da var. İntranet var, ekstranet var, Starlink var. Bunlar bizdə qlobal şəbəkələrdir. Daha sonra bizdə gəlir, deməli, VPN, virtual şəbəkə, Virtual Private Network sözlərinin baş hərfləridir. VPN-lə biz tanışıq, yəqin ki, istifadə etmişik. VPN nə üçün istifadə olunur? Əsas məqsəd bizdə öz IP ünvanımızı gizlətmək məqsədilə. Çünki əgər bizim IP ünvanımız hər hansısa bir, belə deyək, ümumiləşdirilmiş formada deyirəm, hakerlər deyək. Hakerlərin əlinə düşsə, bizim kompüterə müxtəlif müdaxilələr eləyə bilərlər. Bu məqsədlə biz VPN-dən istifadə edirik və öz IP-mizi maskalamış oluruq, yəni gizlətmiş oluruq. Əlbəttə ki, bundan başqa məqsədlər üçün də istifadə edirlər. Məsələn, qadağan olunmuş hər hansı saytlara giriş. Bu düzgün deyil. Yəni ki, əgər hər hansısa bir sayt qadağan olunursa, deməli, burada nəsə bir, belə deyək, məsələ var ki, uyğunsuz bir məsələ var ki, qadağan olunur. Bunu mən, yəni öz adımdan deyirəm, dəstəkləmirəm. Keçdik ötürülmə mühitinə görə. Ötürülmə mühitinə görə iki yerə bölünür. Naqilli və naqilsiz. Naqilli ötürülmə mühitinə işləyən şəbəkələr bizdə deməli birləşirlər koaksial kabeldən, sarınmış cüt kabeldən və yaxud da fibrooptik kabellərdən birləşə bilirlər. İndi onu keçmişdik biz əvvəlki dərslərdə, başlıqlar var idi, kabellərin tipləri var idi, yanınıza gəlirmi? Kat altı, məsəl üçün, kat altı dediyin bizdə sarılmış cütdür. İki növü var idi. Hansılar idi? UTP var idi, STP var idi. UTP müdafiəsiz idi, unshielded twisted pair. STP də bizdə shielded twisted pair, müdafiəsi olan falqa qatı olurdu. Kənar təsirlərdən, elektromaqnit dalğalarından müdafiə edirdi ki, hansı ki, məsəl üçün, baxsaq, koaksial kabeldə metal tor, bir də falqa qatı görə bilərik ki, əlavə izolyasiya qatından xarici izolyasiya qatının arasında. Bunlar da bizdə deməli elektromaqnit dalğaların təsirindən qoruyur. Yaxşı, düşünmək üçün sual, nəyə görə fiberoptikdə bizdə əlavə metal təbəqə olaraq müdafiə qatı yoxdur? Çünki bizdə koaksial kabeldə də, bu sarınmış cüt kabeldə də informasiya elektrik siqnalları vasitəsilə ötürülür. Bu da elektromaqnit dalğaların təsirinə həssasdır. Ay sağ ol. Fiberoptikdə bizdə işıq siqnalları vasitəsilə ötürülür. Bu da ki, bizdə elektromaqnit dalğaların təsirinə məruz qalmır. Naqilsiz ötürmədə də bizdə radio siqnallardır, mikrodalğalardır, ondan sonra pH rabitəsidir. Misal üçün deyə bilərəm ki, Wi-Fi, hamının yaxşı tanıdığı Wi-Fi, ondan sonra Bluetooth da ola bilər, ondan sonra WiMAX var. Bir də işıq siqnalı vasitəsilə ötürülən hansı idi? Naqilsiz. Naqilli işıq siqnalı fiberoptikdir. Naqilsiz Li-Fi var idi. Li-Fi. Lampalar vasitəsilə ötürülür. Lampaların, belə deyək, sayrışması nəticəsində informasiya ötürülürdü. Verilənlərin ötürülmə sürətinə görə də bizdə 3 qrupa bölünür. Aşağı sürətli, bu bizdə 10 megabitə qədər olan sürətli, saniyədə 10 megabitə qədər olan şəbəkələrdir. Orta sürətli 10-100 megabit arasıdır və 100 megabitdən çox olanlar bizdə yüksək sürətli şəbəkələrə aiddir. Gəldik kompüterlərin roluna görə. Bizdə iki qrup var. Bir, müştəri qulluqçu, klient server deyirlər buna, müştəri qulluqçu. Bir də ki, taytuş. Müştəri qulluqçu da bizdə bir dənə mərkəzi kompüter olur. Buna server deyirlər və müştərilər həmin mərkəzi kompüterdən asılı olurlar. Amma taytuş şəbəkəsində P2P deyirlər, peer-to-peer, İngilis dilimi ola bilsin, biraz axsıyır. Taytuş şəbəkəsində kompüterlə bir-birinə əlaqəli olur və bunların arasında heç bir asıllıq əlaqəsi olmur.
Hər bir kompüter özü müstəqil işləyir. Aydındır bu? Keçdik. İnformasiyanın ötürülməsi. Biz informasiya proseslərindən keçmişdik ki, informasiyanın ötürülməsi qəbul edici, rabitə kanalı, informasiya mənbəyi, rabitə kanalı və qəbul edici. Düzdürmü? Bu ardıcılıqdan yerinə yetirilir. Amma biz onu bir qədər açsaq, görərək ki, bizdə əlavə kodlaşdırıcı və dekodlaşdırıcı qurğular var. Olur bizdə informasiyanın mənbəyi, kodlaşdırıcı qurğu, informasiyanı ötürmək üçün rabitə kanalı, dekodlaşdırıcı qurğu və informasiyanın qəbul edicisi. Yəni ki, tutaq ki, iki nəfər bir-birindən adi bir həyatdan haldayaq, mesajlaşırlar. Birinci şəxs mesajı yazanda bu olur informasiyanın mənbəyi, onun mobil telefonu olur informasiyanın mənbəyi. Bunu ötürdü evindəki router'a. Bu olur informasiyanı kodlaşdıran qurğu. Kodlaşdırdı, rabitə kanalı vasitəsilə ötürdü. Bunu ötürüldüyü mühit rabitə kanalı olur. Və gedir digər ikinci şəxsin evindəki router'a çatanda həmin router birinci router'un kodlaşdırdığını dekodlaşdırır və ötürür ikinci şəxsin mobil qurğusuna və yaxud da kompüterinə fərqi yoxdur. Yəni bunu belə deyək, daha qısa şəkildə bu formada izah etmək olar. Bu bayaq dediyim izahıdır. Bir də bizdə belə bir düstur var. Q bərabərdir VT. Bu düsturu da biz sizlə işləmişik müxtəlif informasiyanın həcminin hesablanmasına aid tapşırıqlarda. Deməli bizdə burada Q informasiyanın həcmidir. Megabitdən ifadə olunur. Çünki bizdə V informasiyanın şəbəkədə ötürülmə sürətidir. V adətən megabitdən ifadə olunduğuna görə və yaxud da bitdən ifadə olunur. Bit və bitin daha üstün versiyalarında kilobit, megabit, gigabit. Onunla ifadə olunduğuna görə bizdə informasiyanın həcmi də eyni qaydada ifadə olunur. T isə bizdə informasiyanın ötürülməsinə sərf olunan zamandır. Nəyə oxşadı bu? Fizikada yer dəyişmə bərabər sürətli, düz xəttli hərəkətdə yolun zamandan asılı, sürətdən zamandan asılı düsturuna oxşadı. Düzdürmü? Diqqət bura. Eyni qayda ilə hesablanır. Buradan da məsəl üçün sizdən soruşdular ki, bu düsturdan tutaq ki, informasiya miqdarı verilir, zaman verilir. V-nin, yəni informasiyanın ötürülmə sürətini nətər tapsız? Q-nü T-yə bölürsən də, həcmi zamana bölürük. Burada sadəcə diqqət eləmək lazımdır ki, bizdə zamanı tapanda həcmlə sürət eyni vahiddən verilsin. Yəni ki, megabitdənmi verilsin, bitdənmi verilsin, hər nə ilə verilsin, eyni. Çünki bəzən olur ki, biri baytdan verilir, biri bitdən verilir. Cavab da tapanda artıq səhv gəlir. Onda baytı bitə çevirmək lazım və yaxud da əksinə biti bayta çevirmək lazım. Daha əvvəl biz sizinlə informasiyanın naqilli və naqilsiz ötürülmə vasitələrinə baxdıq. İndi gəlin bunları bir qədər daha aydın şəkildə izah edək. Deməli, ilk olaraq bizdə gəlir sarınmış və yaxud da burulmuş cüt kabel. Bayaqları sənin də dediyin kimi kat 6 kateqoriyası. Hansınız dediniz kat 6 yəni? Fərq. Kat 6 kateqoriyalı kabel. Kat 5 var, kat 6 var. Bizdə bu kabellərdə deməli bir kabelin içində 4 cüt, yəni 8 ədəd rəhli daha kiçik kabellər olur ki, bunlar da bizə informasiyanın ötürülməsi üçün istifadə olunur. Kompüterə qoşulması üçün bizdə RJ45 adlanan başlıqdan istifadə olunur. RJ45 başlığına qoşulur. O da bizdə hara qoşulurdu? Kompüterdə LAN portuna. LAN portuna qoşulur RJ45. Deməli, daha sonra bizdə gəlir koaksial kabel. Koaksial kabel bizdə RJ59 başlığından, şəkildə gördüyünüz RJ59 başlığından qoşulur. Bizdə deməli nədən ibarətdir? İnformasiyanı ötürmək üçün metal naqildən, sonra izolyasiya qatından, dielektrik izolyasiya qatından, daha sonra qoruyucu metal tordan, dediyim kimi elektromaqnet dalğaların təsirindən qoruyur. Daha sonra da xarici izolyasiya qatından ibarətdir. Sonra bizdə gəlir fibr optik kabel. Fibr optik kabel daxilində şüşə, nazik, insan telindən dəfələrlə, insan saçından dəfələrlə nazik şüşə liflər vasitəsilə işıq siqnalları ilə ötürülür.
Yəni ki, kabelin bir tərəfindən işıq tutanda o bir tərəfindən yoxlamaq üçün o digər tərəfindən çıxdığına görə işığın digər tərəfdən çıxdığını görürük. Yəni qısası işıq siqnalları vasitəsilə ötürülür. Bu da belə deyək, müasir dünyada bilirik ki, naqillər, hər yerdə elektrik ötürən naqillər var, digər qurğular var ki, hər bir qurğuda elektromaqnit dalğaları yayır. Və bizdə fibrooptik kabellərdə informasiya, işıq siqnalları, işıq vasitəsilə ötürüldüyünə görə elektromaqnit dalğaların təsirinə məruz qalmır və bu da daha yüksək keyfiyyətli və sürətli ötürməni təmin eləyir. Radio siqnallar, bundan sonra gələn mikrodalğalar və peyk rabitəsi, hər üçündə belə bir qayda var. Birbaşa görüş olmalıdır. Yəni ki, şəxs burada sənin görüb görməməyindən getmir. Yəni ki, iki obyekt arasında informasiyanı ötürən və informasiyanı qəbul edən arasında heç bir maneə olmamalıdır. Maneə nə nəzərdə tutulur? Hər hansı bir dağ ola bilər. Məsəl üçün, şəhərlərdən gedirsə söhbət hündür binalar ola bilər və yaxud da yer bilirik ki, kürə şəklindədir də, düzdür? Yer kürəsinin özü ola bilər. Ona görə də həmişə nəzərdə tutulur ki, informasiyanı ötürən və informasiyanı qəbul edən arasında birbaşa görüş bucağı olsun. Yəni ki, heç bir maneə olmadan informasiya ötürülə bilsin. Aydındır? Eyni bizdə qaydalar həm mikrodalğalara da aiddir, radio siqnallara da aiddir və peyk rabitəsinə də. Ona görə də bizdə mikrodalğa və radio siqnallar yayılarkən, informasiya ötürülərkən daha çox hündürdə quraşdırılmış qüllələrdən istifadə olunur. Yəni ötürücü qüllələr, belə deyək, ötürülən mühitdən, ötürülən ərazidə daha hündür olan yerlərdə quraşdırılır. Peyk rabitəsi də məncə deməyə ehtiyac yoxdur ki, peyk bizdə yerin stasionar orbitində yerləşir və oradan bizə informasiyanı ötürür.